ən maraqlı yeri buradır. Niyə maraqlı? Bütün hər yeri maraqlıdır təbii ki. Amma ən çox ixtilaf olan yeri, insanların başa düşə bilməyəcəyi. Əgər Peyğəmbər və Əhl-i-Beyt əleyhissalam bu ayənin bu hissəsi barəsində məlumat verməsidir, heç birimizin bilməyəcəyimiz bir məqamdır, onun üçün bizlərə maraqlıdır. Buyurur, ثُمَّ لِيَقْزُوا تَفَسَهُمْ. Üçüncü məqsəd, təfəslərini icra etsinlər. Təfəsəhum deyir, mən də deyirəm, təfəslərini icra etsinlər. Təfəs nədir? Təfəs ərəbcə kəlmə deyil. Lüğət alimləri deyirlər ki, filoloqlar deyirlər ki, təfəs sözü ərəb lüğətində yoxdur. Nəinki ərəb lüğətində? Ümumiyyətlə, ərəb ürfündə, mədəniyyətində, adət-ənənlərində, digər bir sahələrdə təfəs sözünə rast gəlinmir. Ona görə deyirlər ki, lüğət alimləri deyirlər ki, bu sözün mənasını ancaq Quranın təfsirlərindən biz götürüb lüğətə daxil eləmişik, əgər varsa lüğətdə yoxdur, hansısa lüğətdə də tapılsa, təfsirdən istifadə olunur. Çünki təfəs sözü ərəb kəlməsi deyil. Belə olan halda təbii ki, insan bir söz ki, ərəbcə deyil, təbii ki, kimə müraciət eləməlidir o sözün tərcüməsindən, başa salınmasından ötürü. Əlbəttə ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə və o həzrətin Allahın izni ilə, Allahın iradəsi ilə təyin etdiyi haqq xəlifələrinə, yer üzündəki haqq höccətlərə müraciət eləməlidir. Lisanul Ərəb lüğətinin müəllifi, məşhur filoloq İbn Mənzur Hicri 7-8-ci əsrlərdə yaşayıb, miladi 13-14-cü əsrlərdə. O deyir ki, Zəccac adlı filoloq deyir, lüğətdə təfəs kəlməsi yoxdur, bayaq dediyimiz kimi. Zəccacdan nümunə gətirir. Bu təfsirdən əldə etmişik bunun mənasını. Və təfsir əhli də buna ancaq necə əldə edə bilərlər? Təfsir əhli bunu necə tərcümə eləyə bilər? Yalnız o evin əhlindən bunu öyrənə bilər ki, o evə vəhiy nazil olurdu. Ona görə Şeyx Tusi Tibyan təfsirində də Əl-Əzhəridən bu kəlamın bənzərini nəql edir. Və deyir ki, lüğət alimləri, müfəssirlər məhz bu məsələyə görə təfəs sözünün üzərində ixtilaf ediblər. Məsələn, tərcümələri açsaq, indi məsələn gedib hamımız tərcüməni oxuyuruq da, tərcümədə yazıb ki, həc əməllərini yerinə yetirsinlər. Sümmə liyəqzu təfəsəhum, təfəslərini icra etsinlər, yəni həc əməllərini yerinə yetirsinlər. İndi deyir ki, lüğət alimləri, filoloqlar və təfsirşünaslar, təfsir alimləri bəhs ediblər, ixtilaf ediblər təfəs sözünün mənası. Məsələn, bəzilər deyirlər ki, huval vəsəx, vəsəx deməkdir, vəsəx çirkinlik deməkdir, kirlilik. Yəni, falan işlər görün, bir məqsəd də budur ki, həcc ziyarətinin məqsəd təmizlənəsiz, çirkinlikdən qurtarasız. İndi bu, hardan götürülür bu tərcümə, hələ bilinmir. Ki, yəni, bu kirlilikdən nicat tapasız. Bəziləri deyirlər ki, məsələn, Zeməxşəri, təfəs kəlməsində məqsəd saçı qırxmaq, dırnağı tutmaqdır, həccin mənasiki deyirlər. Həcc əməllərin yerinə yetirməkdir. Yəni, bir sözlə dırnaqları tutmaqla, saç qırxmaqla təmizlik aparmaq, təmizlik işləri görmək, zahiri təmizliyə qovuşmaq deməkdir. Amma biz həccin qayəsinə baxanda, həcc ziyarətinin, bu 5 qayədən biri kimi biz desək ki, həccdə bir qayədə məqsəd budur ki, gedəsən buradan, bu boyda yolu gedib, o qədər xərci çəkəsən ki, gedib orada dırnaq tutub qayıdasan, yaxud bu boyda xərcləri sərf elə ki, gedib orada saç qırxdırıb gələsən, həccin bu məqsədi qayəsi ola bilərmi? Düzdür ki, həcc əməlləridir, saç qırxdırmaq, dırnaq tutmaq və s. və ilahir, amma hədəf deyil. Onlar həccin mənasiki sayılır, əməlləridir. Amma təfəs sözündə ki, təfəs deyir, həccin qayələrindən, hədəflərindən biridir, saç qırxdırmaq hədəf ola bilməz, saç kəstirmək hədəf ola bilməz, dırnaq tutmaq həccin hədəfi ola bilməz. Yəni, bu
qeyri-mümkündür. Ona görə də bu kəlməyə İmam Baqir, İmam Sadiq əleyhissalam məna veriblər ki, əgər onların verdiyi məna olmasın, bizə təbii ki, qaranlıq qalardı. Onlar buyururlar ki, təfəs sözündə məqsəd ki, Allah buyurur, ثُمَّ لِيَقْضُوا تَفَسَهُمْ təfəslərini icra etsinlər. Yəni, لِيَلْتَقُوا بِالْإِمَامِ həmin dövrün imamı ilə görüşsünlər. Təfəs sözündə, təfəsi icra etməkdə məqsəd, yəni imamları ilə görüşsünlər. Həccin bir məqsədi, bir qayəsi də, necə ki, biz bilirik ki, həccə getməkdə müxtəlif qayələr var. O qayələrdən biri Allahın buyurduğu təfəslərini icra etsin, yəni imamları ilə, öz zəmanələrinin ilahi rəhbərləri ilə görüşsünlər. Çünki deyir, bu sözün mənası, yəni imamla görüşmək, bəli, hədəf ola bilər. İnsan üçün qayə ola bilər. Dırnaq tutmaq, nə bilim, saç qırxdırmaq, kəsdirmək, bu qayə ola bilməz. Amma imamla görüş təbii ki, qayə ola bilər. Çünki necə ki, 27-ci ayə, Həcc surəsi 27-ci ayədə buyurur ki, وَاَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ Ey İbrahim, insanları həccə çağır. Yətukə, onlar sənə tərəf gələrlər. Niyə demədi ki, onlar həccə tərəf gələrlər? Həccə çağırırsan, sənə tərəf gəlsinlər. Niyə? Niyə sənə tərəf gəlsinlər? Deməli, həccin bir qayəsi də hər bir dövrdə həccə gələrkən o evə kim ev sahibliyi eləyirsə onunla görüşməkdir. Düzdür ki, həcc, Kəbə evi Allahın evi adlanır. Beytullahdır, Allahın evidir. Amma Allah o evin, ev sahibliyin həcc ziyarəti zamanı özünün yer üzündə qərar verdiyi xəlifəyə tapşırır. İbrahim əleyhissalamın dövründə Həzrət İbrahim Peyğəmbər qarşılayırdı, qonaqları yola salırdı. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmin dövründə Peyğəmbər salavatullah, o həzrətdən sonra bir-bir imamlar, insanlar Kəbəyə gedəndə ziyarət edirdi, mütləq gedib imamları ilə də görüşürdülər. İndiki dövrdə də təbii ki, həcc ziyarəti zamanı görüşəcəyimiz yeganə şəxs Allahın ilahi həqiqi rəhbər təyin etdiyi, ilahi höccət təyin etdiyi İmam Mehdi sahibə zaman əleyhissalamdır. Düzdür ki, əvvəlki dövrlər kimi deyil. Təbii ki, əvvəlki dövrlərdə insanlar həcc ziyarətini gedib imamı da ziyarət edirdilər və mənəvi feyz aparırdılar, sualların verib problemlərin həllini tapırdılar. İndi bizim təbii ki, ləyaqətimiz çatmır ki, bu əməllərimizə görə gedək həcc ziyarətini birbaşa imamla görüşək. Bu mümkün olmaz da, amma ən azından hər bir şəxs həccə getdiyi zaman imamı ilə tanış ola bilər və imamı barəsində mənəvi söhbət apara bilər. Ki, ilahi, mən gəlmişəm və sən Quranda buyurursan ki, bir məqsəd də həcci ziyarət etməkdə zəmanə imamı ilə görüşməkdə, ilahi, gəlmişəm, əməllərimə görə bilmirəm, amma ki, mənim etiqadım bundan ibarət ki, o sənin həqiqi ilahi rəhbərindir. Həcc ziyarətinə indi sən həcc ziyarətin ev sahibliyin o imama tapşırmısan. Mən də ona iman gətirmişəm, onu öz imamım bilirəm. Bunu demək olar, düz deyilmi? Ona görə də bu ayə barəsində, həccin müəyyən qayələr barəsində söhbət gedəndə təfəs sözünün mənası insanın imamı ilə görüşməkdir. Sonra buyurur, وَلْيُوفُوا نُزُورَهُمْ elə isə nəzirlərin versinlər, وَلْيَطَّوَّفُوا بِبَيْتِ الْعَتِيقِ və qədim evi təvaf etsinlər. Qədim ev deyilməyinə də məqsəd, Nuhdan sonra bütün hər yer tufan nəticəsində dağılmışdı. Yalnız Kəbədən başqa, ona görə Kəbə qədim ev adlanır. Başqa bir rəvayətə görə deyirlər ki, qədim ev adlanmasına səbəb insanın ilk ziyarət mənbəyi olan ziyarətgah, insan üçün təyin olmuş ilk ziyarətgah olduğuna görə belə adlanıb.